Əmək Məcəlləsinin təklif edən dəyişikliklərdən biri də əmək müqaviləsinin xitamı ilə bağlıdır. Ümumiyyətlə, bu maddədə xitamla bağlı belə deyək, həm redaktör tipli dəyişikliklər olub. Redaktör tipli dəyişikliklər nədən ibarətdir? Əvvəl əmək müqaviləsinin ləğv edilməsi ifadəsindən istifadə olunursa, indi artıq əmək müqaviləsinin xitam edilməsi ifadəsi istifadə olunacaq. Bundan əlavə də əmək Məcəlləsinin 69-cu maddəsinin adı həmişə həmkarlarımızda şübhə yeri yaradırdı ki, yox, burada əsas kimi onu göstərə bilmərik. Çünki maddənin adı əmək müqaviləsinin iki tərəfindən ləğv edilməsi qaydası kimi qeyd olunurdu. Artıq bu dəyişiklik oldu və 1 yanvar 2026-cı ildən yəqin ki, qüvvəyə minəcək bu dəyişiklik. Həmən dəyişiklikdə belə qeyd olunur ki, 69-cu maddənin adı əmək müqaviləsinin işçinin təşəbbüsü ilə xitam verilməsi. Gördüyünüz kimi burada artıq qayda sözü götürüldü. Bu da belə deyək, həm boşluq, həm də həmkarlarımızın fərqli fikir formalaşmasında yaranan o narazılığı deyək və ya istinadla bağlı fərqliliyi aradan qaldırmış oldu. Xitamla bağlı digər dəyişikliklər haqqında biz artıq 13 dekabrda keçirəcəyimiz təlimdə geniş məlumat təqdim edəcəyik.